Bu qələbəni qazanan hərbi məktəb hansı hərbi məktəbi idi? Ulu öndərimiz belə deyək, sıfırdan bir ordu yaratmağa başladı. Ən böyük memarı ulu öndərimiz və ali baş komandanımız oldu. Müharibədə zəfər xəbərini kimdən almışdınız? Oradakı yaralanan və müalicə görən yoldaşlarımızdan xəbər eşitdim. Nə qədər də münasibətlərimiz yaxşı olsa, nə qədər də indi qonşuluq münasibətləri yaşasa da, biz hər zaman onlardan bir neçə addım irəlidə olmalıyıq. Düşünsək ki, şəhid yoldaşlarınız sizi eşidir. Bu zəfər günündə onlara nə demək istəyərdiniz? Qanınız yerdə qalmadı. Bu zəfəri qazandıq, torpaqlarımızı azad etdik. Rahat yata bilərsiniz. Belə bir də fikir var. Bugün oxudum onu. Deyirlər ki, müharibə insanı hər zaman öldürmür. Bəzən daxilən susturur. Yəni daxilən öldürür bəlkə də. Fiziki yox. Elədir, əslində elədir. Mənə də deyirlər, məsəl üçün, çox adam deyir və ümumiyyətlə, yəni biz bunu gördük, çünki biz müharibədən əvvəl də gördük insanları, həmən insanları müharibədən sonra da gördük. Yəni ona görə də həqiqətən də bu sözdə bir həqiqət var. O bəlkə də o insan özü şəxsən onu hiss eləmir, amma ətrafındakı onu tanıyan insanlar o fərqi görə bilirlər ki, insan nə qədər, yəni müharibə nə qədər insanı dəyişdirir. Bəlkə biraz ağır səslənəcək. Yaxınlarına əskərin ölüm xəbərini vermək məsuliyyətiniz olubmu? Yəni buna necə hazırlaşmısınız? Yox, elə bir təcrübəm olmayıb. Elə bir təcrübə yaşamamışam, başıma gəlməyib. Şəhidlərimiz olub, şəhid vermişik. Amma biz belə deyək, onlara o xəbər veriləndə biz özümüz elə döyüşdəydik, müharibədəydik. Həm də ki, o hərbidə əslində o xəbəri, yəni o işə baxan sırf başqa bir bölmə var. Yəni o bölməyə tapşırılır və elə ümumiyyətlə fəaliyyətləri, elə tədbirləri o bölmə məşğul olur. Məsələn, hərbiçilərin müharibə və post-müharibə dövründə ən böyük qorxusu nədir? Elə ən böyük qorxu mən hesab edirəm ki, cəmiyyətin onu kəsib atmağı və cəmiyyətə qayıtmamaq. Yəni çünki insan dəyişir. Müharibədən sonra insan dəyişir. Ona görə də o insanın məncə müharibədən sonra ən böyük qorxusu elə cəmiyyətə qayıtmamağı və müharibə görməyən, o çətin şəraiti görməyən insanların onu başa düşməməsi və qəbul eləməməsi. Müharibədə zəfər xəbərini kimdən almışdınız? Hansı vəziyyətdə, hansı şəraitdəydiniz? O anı xatırlayırsınız? O anda mən müharibədə bilirsiniz ağır yaralanmışdım və müharibədə artıq yəni müharibə bitməmiş, mən yaralandığım üçün müalicə alırdım uzun müddət, ağır yaralanmışdım və hərbi hospitalda xəbəri eşitdim. Oradakı yaralanan və müalicə görən yoldaşlarımızdan xəbər eşitdim. Eşitdim ki, Ali Baş Komandanımız xalqa çıxış edəcək. O çıxışı gözlədim, o çıxışı izlədim və müharibəni əslində elə hərbi hospitalda eşitdim. Yəni müharibənin bitməyini, zəfərin əldə eləməyimiz, o gözəl xəbəri Ali Baş Komandanımızdan, möhtərəm prezidentimizdən xalqa müraciətində eşitdim. Düşmənin sizdən qorxduğunu necə hiss edirdiniz? Yəni örnək bir hadisə var. Düşmənin bizdən qorxduğunu hiss eləməyini biz hər zaman bilirdik zaten. Yəni ki, düşmən bizdən hər zaman qorxur, çəkinir, biz bunu bilirdik, yəni hiss edirdik. Amma real olaraq gözlə biz bunu düşmənin təxribatının qarşısını alarkən gördük. Aprel döyüşlərində yaşadıq, bunu gördük və müharibədə artıq düşmən belə deyək, 10 xəttin yaralanandan sonra, 10 xət yaralanandan sonra və düşmən artıq qaçmağa başlayandan sonra aprel döyüşlərində fəaliyyət göstərəndə orada bir an oldu, orada bir moment oldu. Elə bir ki, artıq atəşkəs bağlanmışdı və düşmənlə bir təmasımız oldu. İndi formamızdan başa düşdülər əlbəttə ki, biz xüsusi təyinatlıyıq, amma biz də bunu hər zaman gizlətməyə çalışırdıq.
Düşmən bizə qayıtdı rus dilində, yəni şəxsən mənə qayıtdı. Aprel döyüşlərinin o atəşkəs dövründə artıq atəşkəs bağlanmışdı. Qayıtdı mənə sual verdi. Dedi ki, siz yaşmasız, yaşmasız. Mən də qayıtdım dedim, yox yaşma deyilik. Qayıtdı dedi ki, yox siz yaşmasız, yaşmasız dedi. Və formamızı, hətta belə deyək, yaşmanın harada yerləşdiyini belə dedi. Yəni bunu deyəndə mən hiss elədim ki, bunu qorxaraq deyir. Yəni çünki onun həm səs tonundan onu eşitdim, başa düşdüm. Həm də ki, o artıq bizi tanıdığı üçün, yəni bizi araşdırdığı üçün mən bildim ki, yəni bunlar bizdən çəkinirlər, buradan bizdən qorxurlar. Adınızdan qorxurlar. Bəli, hətta qayıtdı belə bir dedi. Dedi rus dilində dedi, "Вы серые волки" dedi. Serые volki deyəndə həm nətər deyim, özüm belə yaxşı hiss elədim. Həm də ki, o mənə serые volki dediyinə görə mən başa düşdüm ki, onlar bizdən qorxurlar, bizdən çəkinirlər. Boz canavarlar da nəzərdə tutubdu. Bozqurd demək Bozqurd, istəyir. hə, bozqurd demək istəyir. Canavar, Yəni bir tərəfdən də tarixi köklərimizə vurğudur. Bəli, bəli. Ona görə mən orada hiss elədim ki, artıq onlar bizdən çox qorxurlar, bizdən çox çəkinirlər. Dediyim kimi, yəni çünki səs tonu elə bir səs tonuydu. Yəni titrəyən bir səs tonuydu. Titrəyən bir səs tonuydu. Ona görə də mən gördüm ki, yəni həqiqətən biz artıq onlara qorxu salmışıq. Döyüşdə deyil, hətta üzbəüz dayanmağa belə qorxurlar. Bəli, elə o vaxtdan mən artıq biz bilirdik ki, yəni düşmən bizdən çəkinir, qorxur. Bəs böyük psixoloji travma yaşamış, müharibəni gözlərindən görmüş, dostlarını itirmiş əskərlər psixoloji olaraq sülhə də hazırdırmı? Yəni mənim şəxsi fikrim odur ki, həm müharibə dövründə, həm də sülh dövründə hər ikisinin yaxşı və pis tərəflərini əskər öz canı ilə yaşayır. Amma onların nə düşündüyünü bilmirəm. Düşmənlə sülhə, yəni bərabər yaşamağa hazırdır. O da bilsin nətər, əslində real götürsə, əlbəttə ki, o bizim düşmənimizdir. O bizim nətər deyil, bizim xalqa, bizim millətə çox böyük acılar yaşatmış millətdir, belə deyək də. Yəni ağır bir tariximiz olub bizim, faciələr olub tariximizdə. Amma biz tarixə baxanda, indi bizim möhtərəm prezidentimiz də deyir, yəni nəticə olaraq o bizim qonşumuzdur. Yəni biz əslində çalışmalıyıq, sülh şəraitində yaşayaq. Tarixdə də olub, tarixdə əslində tarixə baxsaq, o qədər ölkələr olub ki, illərlə bir-biri ilə məsəl üçün müharibə aparıblar, döyüşüblər. Hətta İngiltərə ilə Fransa 100 illik müharibələri var. Amma indi baxsaq məsəl üçün hal-hazırda, yəni sülh şəraitində normal, hətta belə deyək də, çox yaxşı bir vəziyyətdə münasibətləri var. Çox gözəl münasibətləri var həmin ölkələrdə. İttifaqdadılar hətta. Bəli. Yəni onlar münasibətləri çox yaxşıdır və çox inkişaf edib. Yəni bizim də əslində bir qonşu olaraq o münasibət yaratmalıyıq, münasibətlərimizi normallaşdırmalıyıq. Amma bunun yanında tarixi unutmamalıyıq. Mən elə fikirləşirəm. Yəni tarixi heç bir zaman unutmamalıyıq. Çünki tarixi unutduğun zaman tarix təkərrürdən ibarətdir. Yəni təkrarlanır. Ona görə də o tarixi biz unutmamalıyıq. Nə olub tarixdə, keçmişdə onları hər zaman belə deyək, ağlımızda tutmalıyıq. Nə qədər də münasibətlərimiz yaxşı olsa, nə qədər də indi qonşuluq münasibətləri yaşasa da, biz hər zaman onlardan bir neçə addım irəlidə olmalıyıq və irəlidə olmaq üçün də dediyim kimi biz tarixi unutmamalıyıq. Biz köhnə münasibətlərimizi, müharibələrimizi unutmamalıyıq ki, bu hər an təkrarlana bilər. Münasibətlərimiz normal ola bilər, münasibətlərimiz gələcəkdə yaxşılaşa bilər. Amma biz bilə bilmərik ki, onların əsas niyyəti nədir. Biz bilə bilmərik, bizim keçmişdə də münasibətimiz yaxşı olub. Amma biz bunu gördük ki, Azərbaycan Respublikası, Azərbaycan xalqı bir balaca zəifləyən kimi onlar bu zəiflikdən istifadə edərək bizə hücum çəkiblər. Biz tarixi unutmamalıyıq. Biz bunun təkrar olunmaması üçün gələcək nəsilləri o istiqamətdə yetişdirməliyik. Onlara
bunu aşılamalıyıq, bunları öyrətməliyik. Çünki onlar bunu bilməlidirlər və onlardan hər sahədə, istəyir hərbi sahədə, istəyir təhsil sahəsində, bütün sahələrdə onlardan irəlidə olmalıyıq. Başqa dövlətlər kimlərsə ola bilər deyər ki, yox bu, məsəl üçün, qonşuluq münasibətlərinə ziddir, bu normal münasibətlərin yaranmasına ziddir. Mən hesab edirəm ki, ona fikir vermək lazım deyil. Biz öz xeyrimizi, öz mənafeyimizi, öz gələcəyimizi fikirləşərək hərəkət eləməliyik və o istiqamətdə mən hesab edirəm ki, xalq olaraq, millət olaraq, ölkə olaraq o istiqamətdə hərəkət eləməliyik. Orduda xidmət edərkən əsgər daha çox hansı situasiya üçün darıxır, hansı məişəti üçün darıxır, sivil həyatda baş verən? Əskərlik zaman əlbəttə ki, bir əskər olaraq, yəni əskər mən hesab edirəm ki və fikirləşirəm ki, əlbəttə ki, biraz rahatçılığı üçün darıxır, yəni rahat olmaq üçün və əskər nə üçün darıxır? Yəni anası üçün darıxır, anasının yeməkləri üçün darıxır. Yəni ən böyük düzdür, hərbidə bu dəqiqə yəni indiki zamanədə çox gözəl şərait var, çox gözəl yeməklər verilir əskərlərimizə, çox gözəl şəraitlər yaradılır. Yəni amma əskərin bir rasionu var, orada hər şey yemək olmaz. Yəni dövlət qayğısı çox böyük bir qayğı göstərir. Yəni bu dəqiqə həm orduya, həm əskərlərimizə. Yəni biz məsəl üçün kursantlıq dövrümüzdə o vaxtlar çətin bir vəziyyət idi, çətin şərait idi. O şəraitlərin heç biri yox idi. Yəni qat-qat çətin şəraitdə biz oxuyurduq. Amma indiki şəraitdə istəyir hərbi hissələrdə, istəyir hərbi məktəblərdə çox gözəl, yəni heç bəlkə də necə deyim, sivil həyatdan və restoranlardan seçilməyən yeməklərdə boldur, çeşidləri çoxdur məsəl üçün. İndi bizim artıq əvvəl məsəl üçün belə deyək bir 20 il bundan əvvəl, 25 il bundan əvvəl siz dediyiniz kimi bəli bir rasyon var idi. O rasyon Sovet ordusundan qalan bir rasyon idi. Deyək ki, orada demək olar ki, yox, elə yox idi. Milli yeməklərimiz, yəni bizim milli mətbəximiz yox idi. Yəni Sovet dövründən qalmış yeməklər idi, qreçka, perlova və s. və əlaxır. Yəni bunlar idi. Borş kimi belə şeylər. Hətta borş var idi. Borşun içində bir dənə kələm üzürdü. O qazanın yadımdadır, bir dənə tam fikirləşirdi, o kələmi kim götürəcək. Yəni sudan ibarət idi də, belə deyək. Onu da nəyə görə? Çünki vəziyyət çox çətin idi. Amma indi maşallah, məsəl üçün, əskərlərimizə, kursantlarımıza verilən yeməklər artıq milli mətbəxdən verilən yeməklərdir. Çeşidləri qat-qat çoxdur, daha çeşidlidir. Meyvə, tərəvəz, salatları verilir. Amma yenə də əskər nə üçün darıxır? Anasının yeməyi üçün darıxır. Çünki hər ana fərqli yemək pişirir. Yəni əlinin duzu deyirlər də deyəsən. Əlinin duzu fərqlidir. Hər ananın da əlinin duzu fərqlidir və mən hesab edirəm ki, əskər anası üçün, ailəsi üçün və anasının pişirdiyi yeməklər üçün darıxır. Bəs əksinə adrenalin üçün, məsəl üçün sivil həyatda müharibədəki adrenalin üçün darıxırlar, yoxsa bu bir fantaziyadır? Yox, əlbəttə ki, müharibə üçün insan darıxmır. Mən bayaq dedim ki, çünki müharibə bir faciədir. Adam heç kimi arzulamır onu yaşamağı. Amma bir xüsusi təyinatlı qüvvələr mənsubu kimi, əlbəttə ki, artıq mülki həyatda o adrenalini, o həyəcanı sən yaşaya bilmirsən. Çünki xüsusi təyinatlı qüvvələrdə xidmət elədiyin vaxtlarda mən bayaq dedim, yəni bizim o qədər ağır, maraqlı və ağır bir həyat çəkirdik. Mən bayaq dedim, xüsusi təyinatlı bir peşə deyil, xüsusi təyinatlı bir həyat tərzidir. Təlimləri var idi, idmanları var idi, təlimlərdə müxtəlif həyəcanlı momentlər yaranırdı və s. və əlaxır. Və sən artıq onu yaşamırsan, sən artıq sakit həyat tərzi yaşayırsan və bəzən əlbəttə ki, darıxırsan. Yəni, səni çəkir ora, səni yoldaşlarının yanına çəkir, getmək istəyirsən, onları görmək istəyirsən, onlarla bir yerdə fəaliyyətlərə qatılmaq istəyirsən, adi elementar əraziyə çıxıb, məsəl üçün, ərazidə çadırda qalmaq və ya təbiətdə qalmaq, məsəl üçün, biz xüsusi təyinatlı qüvvələrdə təlimlər zamanı harda özümüzdən yataq falan aparmırdıq. Yataq kisəmiz var idi. O yataq kisələrin içində bəzən heç o yataq kisələrdən də istifadə eləməyib
torpaqlarda, otun üstündə və s. Kadrlar da var. istirahət eləyirdi. Bir-birinə Hə, sığınaraq, bəli, bir-birindən bəli. isti alaraq. Adam onun üçün darıxır. Yəni o yataq kisəsində ərazidə, meşədə və ya çöldə yatmaq, ondan sonra o çölçülüyü darıxır, yəni çölçülük üçün darıxır əlbəttə ki. Təbiət, vətəndaşı üçün. Bəli, bəli. Çünki bizim o marşvari həqiqətən də yastığımız daş idi. Yəni daşdan istifadə edib yastıq başımızın altına qoyurduq. Yastığımız vətəndaşı, yorğanımız qar olsun. Bəli. Çünki biz təlimdə yastıq falan heç bir şey yox idi. Biz başımızı hara qoyurduq? Yəni daşın üstünə qoyurduq və ya qayanın üstünə qoyub o qaydada istirahət edirdik. Ordu, məktəb demişkən, təbii başlanğıc Sovet məktəbi, Sovet ordu sistemi idi. Daha sonra Türk ordu sisteminə elə bir keçid oldu və nəticədə Azərbaycan ordusunun da elə bir məktəbi yarandı. Dünyaya, tarix kitablarına düşəcək. Biz daha çox hansından təsirlənmişik? Bu qələbəni qazanan məktəb, hərbi məktəb hansı hərbi məktəbi idi? Bizim müstəqilliyimizi qazandığımız gündən etibarən artıq o vaxtlardan etibarən həm ulu öndərimizin, həm cənab prezidentimizin ümumiyyətlə orduya çox böyük bir qayğı göstərdi, çox böyük bir diqqət ayırdı. Ulu öndərimiz, yəni bizim əslində müstəqilliyimizi qazananda heç bir şeyimiz yox idi, heç nəyimiz yox idi. Yəni nə ordu var idi, nə başqa bir güc strukturları var idi və ulu öndərimiz belə deyək, sıfırdan bir ordu yaratmağa başladı. Xarici dövlətlərə artıq kursantlar göndərilməyə başladı, peşəkar kadrlar yetişdirilməyə başladı və siz dediniz Türk ordusu indi əlbəttə ki bizim qardaş Türkiyə Respublikasında çox böyük bir əmək oldu. Biz də orada mən daxil getdik, kursantlar yetişdirdi nə qədər və onların içində qəhrəmanlar da var idi, hansı ki onlar şəhid oldular və milli qəhrəmanlarımız Murad Mirzəyev kimi, polkovnik Murad Mirzəyev kimi, ondan sonra polkovnik Vüqar Yusifov kimi kadrlar yetişdirildi və əlbəttə ki onlar da yetişdirdikcə yeni kadrlar yetişdirdi və bu qaydada bir ordu yaradıldı. Milli ordu yaradıldı. Yəni əslində bizdə nə Rus, nə NATO, siz yəqin NATO demək istədiniz. NATO sistemi yox, bizə uyğun milli bir sistem yaradıldı. Yəni o sistemlə biz özümüz çünki ordunu qurduq. Bizə uyğun qaydada qurduq. Bizim Ali Baş Komandanımızın da hər zaman dediyi kimi biz müasir ordu yaratmışıq. Yəni müasir orduda hal-hazırda məsəl üçün ən müasir ordu Qərb ölkələrinin ordularıdır. Yəni bu istəyir Amerika ordusu olsun, istəyir İngiltərə və digər ordular, yəni başda bu ölkələr olmaqla Qərb ordularıdır, müasir orduları və biz əlbəttə ki bu istiqamətdə ordu qurarkən o istiqaməti götürmüşdük və onlar qədər güclü, müasir bir ordu yaratmağa çalışmışıq. Əlbəttə ki bunun da ən böyük memarı ulu öndərimiz və Ali Baş Komandanımız oldu. Yəni zəfəri Azərbaycan hərbi məktəbi qazandı demək olar ki, hə? Müasir hərbi məktəbi. Müasir hərbi məktəbi, müasir milli hərbi məktəbi, milli ordu. Bəli. Bəli, Sovet dönəmində əsgərlikdə hərbi xidmət keçmiş insanlar, Azərbaycanlı kişilər bəzən qaydanda öz övladlarına, əsgər yoldaşlarının adını qoyurdular və ona görə təsadüfi deyil ki, bəzən Azərbaycanlı ailələrdə qəfil Rus adları, Rus və ya qeyri-millətlərin adları olurdu. Bizdə belə bir ənənəyə şahid olmusunuzmu? Şəhidlərimizin adını öz əsgər yoldaşları, öz övladlarına qoyurmu? Şəhid olduğu dostunun adını öz övladına qoyanlar çox olub, çox eşitmişəm. Şahid olmamışam, dediyim kimi. Birbaşa şahid olmamışam, amma çox eşitmişəm ki, elə bir hallar baş verib. Mən dedim, hansı ki, yenə təkrarlayıram, biz xüsusi təyinatlı qüvvələr bir ailədir və ümumiyyətlə bizdə hər zaman necə olub, ata övladına ad qoyanda ya babasının, ya onu yaxın bildiyi bir adamın adını qoyub. Bizdə də bir ailə olduğumuz üçün elə hadisələr, elə hallar yəni çox olub. Eşitmişik ki, hansısa bir yoldaşımız
öz şəhid yoldaşımız. Yəni çünki biz bir-birimizi tanıyırdıq. O həmin o dostunun adını məsəl üçün öz övladına qoyub və ya məsəl üçün hətta nə bilim qardaşının övladına və ya ailədə kim varsa məsəl üçün həmin o ailə üzvlərinin məsəl üçün övladlarına qoyublar. Elə şeylər olur əlbəttə ki. Ağır əməliyyatlar zamanı olub o hiss düşünmüsünüz ki, buraya qədərmiş. Yəni mənim həyatım burada bitir deyəsən mənasında deyirəm. Yəni ümumiyyətlə döyüşdən əvvəl ola bilər ki, insan məsəl üçün nəyəsə görə narahat olur, istəyir ailəsinə görə narahat olur. Yəni özünə görə çox vaxt insan özünə görə heç vaxt narahat olmur. Əsas da ailəsinə geridə qoyduqlarına görə narahat olur, yoldaşlarına görə narahat olur. Amma döyüş əsnasında o artıq o hiss nətər deyim, bilmirəm, yox olur da, elə bir insanı yaşamır. Yəni sən fikirləşmirsən. Sən ancaq döyüşü fikirləşirsən, nə edəcəyini, nə etməli olduğunu fikirləşirsən, o anda o hissi yaşayırsan ki, o tapşırığı yerinə yetirməlisən. Sən hal-hazırda döyüşdəsən, o döyüşdən qalib çıxmalısan və maksimum dərəcədə itkisiz çıxmalısan. Yəni belə deyək, nə qədər az itki versən, nə qədər az şəxsiyyətini itirsən, fikirləşirsən, ondan sonra döyüş qutarandan sonra başqa fikirlər ola bilər, gələr eləyər, amma sırf əgər siz fikirləşirsiniz ki, döyüş əsnasında insan ancaq döyüşü fikirləşir. Yəni qalib gəlməyi, düşməni məhv eləməyi və o tapşırığı yerinə yetirməyi. Ölümsüz olduğunu düşünür. Hə, əslində elə. Yəni çünki dəfələr olub məsəl üçün, yəni döyüşdə olmuşuq, yanımızdan güllələr uçur. Sən məsəl üçün heç ağlına gəlmir ki, o güllələrdən biri sənə dəyər. Yəni dəfələrlə yaralı yoldaşlarımızı belə deyək, döyüş meydanından təxliyə eləmişik. Döyüşün gedişatında məsəl üçün, döyüş gedə-gedə və özün döyüşürsən. Yəni fikirləşmirsən ki, bu dəqiqə güllə mənə dəyəcək, bu dəqiqə mənə nəsə olacaq. Hər kəs adından danışmaq istəmirəm, öz adımdan danışım. Yəni insan onu fikirləşmir. Sən birinci növbədə fikirləşirsən ki, o qarşında düşmən var, sən o düşməni məhv eləməlisən. O mərhələni keçmək. Bəli, o mərhələni keçməlisən və qarşına qoyulan tapşırığı icra eləməlisən. Yox, mənə nəsə olacaq, mənə indi bu dəqiqə dəyəcək güllə, yox, mən buraya qədərəm falan. Elə bir fikirlər insanın ağlına gəlmir. Bəs döyüş yaşamış insan üçün sükut daha qorxuludur, yoxsa səs? Məncə səs. Səs qorxuludur. Səs. Çünki sükutda insan istirahət edir, rahatlayır. Yəni mən şəxsən özümdən deyirəm, mənim üçün sükut, mən insanam, necə deyim, əslində əyləncəni, belə kollektivi, insanları, münasibətləri, insanlarla münasibətləri yaradan insanam, sevən insanam əslində. Amma əsas da müharibədən sonra elə bir sükut, sakitçilik mənə daha xoş gəlir. Ümumiyyətlə, necə düşünürsünüz? Əskər ruhu ilə mülki insan ruhu bir-birinə uyğunlaşa bilir post-müharibə dövründə? Tam yox, tam uyğunlaşmaz məncə. Amma qazanmaq lazımdır. O insanı qazanmaq, cəmiyyətə qaytarmaq lazımdır. %100 o bərpa olacaq, %100 düzələcək, %100 o köhnə vəziyyətinə qayıdacaq deyə bir şey yoxdur. Bəlkə də ola bilər bəlkə də, amma real döyüşdə, real döyüş və döyüşdə uzun müddət qalmış insan istər-istəməz məncə o travma məncə ömürlükdür. Amma o insanı mümkün qədər qaytarmaq lazımdır. Mümkün qədər, nə qədər mümkündürsə o qədər. Amma mən hesab edirəm ki, tam olaraq %100 həmən insana qaytarmaq məncə alınan bir şey deyil. Nizam müəllim, sonuncu sual vermək istəyirəm. Bilmirəm necə qəbul edirsiniz bu sualı, amma mənə elə gəlir ki, həmişə hansısa bir yola çıxanda kimlərəsə verdiyimiz söz, kimlərinsə fikri bizim üçün həmişə maraqlı olur da. Düşünsək ki, şəhid yoldaşlarınız sizi eşidir. Bu zəfər günündə onlara nə demək istəyərdiniz? Qanınız yerdə qalmadı. Bu zəfəri sizlə, siz də ən böyük bədəli ödəyərək
bu zəfəri qazandıq, torpaqlarımızı azad etdik, müstəqilimizi, suverenimizi tam bərpa elədik və rahat yata bilərsiniz. Təşəkkür edirəm gəldiyiniz üçün. Bir daha bayramınız mübarək. Çox sağ olun. Sağ olun, var olun, təşəkkür edirəm.